Normalda bu cür video çəkib edəcəkdim, ancaq belə bir şey əlimə keçmişkən, yəni buna ağzım payını vermədən bir dənə video var. İstəyirəm baxaq ondan sonra. Bax belə bir video çəkmişəm, hə. Qız girir Şadlıq sarayına, əlində ayaqqabı ilə çıxır ora, nə oynayıbmış falan, ayaqqabı əlində çıxır çölə ki, nə bilim ayağı ağrıyıb da o görə. Məsələn, mən burada bunu başa düşürəm. Təbii ki, başa düşürəm. O görə deyirəm ki, burada yumor yoxdur, mizah yoxdur. Ona görə bunu deyirəm. İndi video sahibi bizə cavab verib. Görək nə deyib. Qızlar toya girəndə Qızlar toydan çıxanda. Heç nə başımadı be bu arada. O ayaqqabıdan çıxardı. Yəni budur söhbət. Azərbaycanın yumor səviyyəsi ölüb ya. Ölüb də yəni bildiyiniz gülməli olmayan şeylərdir. Mən öz keşfətimə gedirəm bu dəqiqə indi. Aha, üzr videosu deyə bir dənə video paylaş. Görək nə deyir. Deməli, mənim bu videom yəni üzr videosudur və mən ilk öncəliklə özümdən həqiqətən istəyirəm ki, bunun qabağına çıxmayım. Bunun. Yaxşı heç nə demirəm. Tamam elə. Tamam elə. Videonun mənasını belə başa düşmüyor. Başa düşməyib ya. Evet. Böyle gireyim. Azerbaycan mizah seviyesi. Ay, insanda ağıl yaxşı şeydir, beyin yaxşı şeydir. Allah ölmüşəm gülməkdə video baxanda. Bir tane zarafat edeyim, mizah edən sənsən də, yaxşı. Hə, ay sağ ol. Bax, sənə bir dənə söz deyim. Bax, buradakı yazını görsən. Bax, burada yazı yazılıb ha. Yumor səhifəsi deyiləm yazılıb. Görsən onu? Görmüsən? Biraz daha yaxınlaşdırım. Miyop olduğumu bilmirdim. Görsən hələ? Heyp oldu, görsən? Neyniyim? Tamam. Bir tane zarafat edeyim, mizah edən sənsən də, yaxşı mı? Mən. Sən həqiqətən haqq verirəm bu arada. Həmin çəkdiyim videodansa bu çəkdiyim video qat-qat gülməlidir yəni. Yəni sənə gülürəm məncə. Sənə gülürəm bu videoya baxanda. O video qızlara aiddirsə. Sən Allah, mən bunda başa düşməmişəm ya. Bu video qızlara aid olduğunu başa düşməmişəm. Nə olsa ki qızlara aiddir. Keşfet mənim keşfetimdir. Bu videonun YouTube'dakı kontentlərə baxmırsan, 90% baxmamışsandır. TikTok keşfetim. Bu mənim qabağıma çıxırsa, bu sadəcə qızlara aid bir video kimi olmur. Çünki bu videonu mən də görürəm. Başa düşsən yəni? Sənə nə işlə qalıb? Sən kimsən ki? Cəmaatı buradan... Mən kiməm? Deyim də sən kiməm. Sən kimi beləncik TikTok-u zibil gününə qoyan, beləncik axmaq videolar çəkən adamları tənqid eləyib, onları gündüzdən çıxardan adamım. Bitirirsən, özün bir zibilə yaramırsan. Özüm bir zibilə yaramıram. Bayaq dedim mən zibilə yarayıram. İstəyirsənsə bir dənə 5 saniyə arxa alıb qulaq asa bilərsən. Cəmaatı oradan oturduğun yerdən rəy verirsən. Cəmaatı orada oturduğun yerdən rəy bildirsin. İnanırsan, rəy bildirmək üçün beyin lazımdır. İnanırsan, sən mən elədiyimi 5%-ni belə eləyə bilmərsən. Tuxut çatırsa bir dənə mübahisəyə açıq bir dənə mövzu qoy ortaya və onu TikTok-a yüklə və o videoya 300 min izlənmə gəlsin. Sən yorumlarda gələn linklərə 2 saniyə dözə bilmərsən. Hətta mən dediyim 2 dənə sözə belə, yumorun yoxdur sözünə belə dözə bilməyib gedib risk video çəkirsən. Sən bunu heç vaxt bacara bilmərsən. O görə bu dediklərin boş-boş danışmaqdan başqa heç nə deyil. Cəmaatın mizah səviyyəsi öyle bir konkret. Ağzım ər burada, fikir ver. Bayaqdan elədiklərinə bax, bir dənə mənim ağzım ər. Kimsən? Belə zor adamsansa, Zor adamsan. qaldır o kreslodan o bədəni, get, video çək. Biz sənə baxaq. Mən yumor səhifəsi deyiləm. Mənim işim insanları güldürmək deyil. Mən bayaqlar dedim nə edirəm. 20 saniyə dala arxaya çəkib qulaq asa bilərsən ki, mən bayaq dedim nə edirəm burada. Video çək. Mən yumor səhifəsi deyiləm. Mən mizah videosu da çəkmirəm. Arada bir mırta çəkirəm. Orada mırtadır, başa düşürsən, keyfim istəyir o cür çəkirəm. Sənə baxaq. Görək sən necə mizah səviyyəsinin sahibi. Amma sən demirsən. Sən dilvə gətirmirsən ki, bu video yumor videosu deyil. Sən bunu demirsən. Başa düşürsən? Yəni yumor üçün çəkdiyi videolar gətirirsən. Qısaca. Sənə baxaq. Görək sən necə mizah səviyyəsinin sahibisən. Əslində qaqaş ağıllı qaqaş oxşuyur. Prosta danışmasa. Sən də işte gözəl qız oxşuyursan, az video çəkməsən. Nəysə, yəni bir iki dənə bunun yorumlarına baxaq. Hani görək yorumlarda nə yazıblar. Baba bir dənə. Yazmışam ki, babat ağladı, təsir edib deyəsən, hə? Bu verdiyi cavabı bax elə. Deyir uşaqsan, ay qaqa, səni ciddiyə belə almamışam. Mən ciddiyə almayıb, hə? Amma gedib 1 dəqiqə 20 saniyə video çəkib. Nəysə, davam eləyək. Baba, get gündəliyi partanın altına falan gizlət də, uşaq-muşaq əlində qalmışam. Elədiyi zarafata bax bir dənə. İşlətdiyi emojiyə bax bir dənə. Bilmirəm ki, sən videolarımdan bəlkə deyib eşitmişsinizdir bu sözümü. Bu emojini işlədən adam yazdığı bir dənə sözə bax bir dənə. Bir dənə yazdığı cümləyə bax, bir dənə mən uşaqsan deyir. Allah, gör kimlərlə uğraşırıq sənə. Gəl bunun başqa bir dənə yazdığı yorumlar bu. Bunun tərəfini tutanı. Özü də əvvəlcədən baxdığı videoları ilk dəfə baxmış kimi tepki verməyə çalışır. Öldürəm. Valla video altında var ha. 20 dəfə bəlkə öldürəm yorumu var da başa düşürsən. Ay da çox gülməlidir də ya başa düşürsən. Çox qəribədir. Başa düşürsən. Nə edir adamlar? Ölürəm. O video TikTok keşfetim adlı videoda. TikTok keşfetimə əvvəlcədən necə baxım? Ay sən üstün zeka dostum. Deyini ora qədər çatıb bıraxıb şişə bilmirsən. Azca ağzına gələn danışmağa bilirsən. O qaqaş özünü ölürəm falan hiss edir, amma alınmır da. Alınmır. O görə YouTube'da günlük 1 milyon 400 min, TikTok'da da günlük 1 milyon izlənmə alıram ya. Alınmır. Sən bir dənə çək görmə nə qədər izlənsən, hə? Bir yazıb vallahi qız haqlıdır. Bu yorum yazanda belə üz ifadəsinin belə olduğuna əminəm də yəni. Nəsə davam eləyək. Maksimum 11 yaşı var da yəni bu yorum yazan başa düşsən. Ölürəm, heç başa düşməyim videonu. Ölürsən, elə ölsən yaxşı sən bu beyindən başa düşsən. Biraz bir üzr video deyəndə zırıldım.
Zırıldım. Bunun necə deyim, kütləsinin yazdığı şeylərdir. Zırılmaq, zırılıb. Tamam, okey, zırılıbsan, sən zırılmağında ol. Yazıb qaqam danışmaq üçün danışır. Aha. Yəni bu yorum yazı indi qız gəlibsə deyəcək ki, ay da aşkım, sən düz deyirsən, həqiqətən mənim tərəfimdə durdun. Ya boynuma tullanacaq. Bunu gözləyirsən sənin bu yorum yazanda. Yəni o ağılla yazdığı əminəm. Bunu onsuz da qızlar anlayır. Siz bəlkə qızların mizahına fikir bildirin, qınayacağınıza gedin özünüzün mizah videosu atasınız. Ölürəm də. Və yenə ölənlərdən biri. Bu da ölürmüş. Ölməndə ol, yaxşı getdi. Bir an nedir bizim için? Məsələn eləyək, öz ablam deyə. Sən bilən sözlərin heç biri var ha. Videonun tam mən səhv çıxaracaq bir şəkildə heç bir şey deyə bilməyiblər. Çünki bacarmırlar bunu. Başa düşürsən? Sadəcə boş-boş danışırlar. Qaqaşın mizahı güclü olsa deyərəm, heç də adamın öz mizahı yoxdur, cəmaata söz qoşur. Mən sənə demirəm mənim mizahım zordur. Ancaq mizah olmayan, yumor olmayan videoları görə bilirəm. Kor deyiləm. Fərəcin özünün də mizahı o qədər güclü deyil. Mən sənə demirəm mənim mizahım güclüdür. Amma sən həqiqətən bilən söz deyil. Sənin mizahından qat-qat güclüdür mənim mizahım. Ancaq mən yumor kanalı deyiləm. Mən insanları güldürməyə çalışmıram. Güldürmək üçün video çəkmirəm. Reaksiya kanalının nə mənəyə gəldiyin, nə elədiklərini başa düşsən, ondan sonra gəlib mənə fikir bildirərsən. Tək vəzifəsi kompüter arxasında oturub gülməkdir, adını qoyub yumor. Mən adımı yumor qoymamışam. Kim qoyub ki yumor? Mən demişəm yumordur bu. Ya da video gələn çox güləcəksiz demişəm. Boş-boş ağzına gələn danışmaq buna deyirlər. Ha, kompüter arxasında oturub gülməkdir. Sadəcə gülmürəm mən. Mən video baxıb bildirdiyim fikirləri sən heç birini də bildirə bilməzsən. Başa düşürsən? Birazcık qısaca qaqaş dur hoppan da. Maksimum belə şeylər yazdılar. İnansan, mən bayaqdan bir dənə yorum görməmişəm ki, məni şey eləsin, pis səhv çıxarsınlar. Ancaq belə şeylər yazıblar. Bir yazıb cız. Ağzını elə ayardın, elə bilib telefonu udasan, sən get bir mədəniyyət öyrən, sonra fikirli bildir, qaqa düzdür. Bu halda olandan sonra, bu tipdə videolar çəkəndən sonra gəlib mənim yumoruma ya da ki, yumor olaraq çəkmədiyim videolara gəlib deyirsən ki, gülməli deyilsən. Yəni biraz məntiqin olsun da başa düşürsən. Biraz o 1 qram başa düşürsən. Bu arada sən önəmsədiyin üçün çəkmirəm bu videonu. Prosta üstümə belə bir söhbət indiyə qədər dönməmişdi. Kimsə gəlib mənə bu qədər dəyər verib belə bir video çəkməmişdi. Başa düşürsən? Çünki sən bir tənqidə belə dözə bilməyəcək qədər ümid edirəm buna da bir dənə cavab videosu çəkərsən, hə, ləzzət eləyərəm, baxıb gülərik. Sən bu video baxanda çox güldüm. Yəni heç güləcəyim yox idi da. Yo deyən səni beləncik buraxan deyiləm. Gəl bir dənə bu qızın səhifəsinə girək videolarına baxaq. Görək nə qarır. Yumor. Görək yumor varmı həqiqətən? Bax çox perspektivli şəkildə fikir bildirəcəm. Görüm həqiqətən gülməlimi. Sevgilimlə görüşmüsən və susma sırası ondadır. Çox gülməli videoydu. Həqiqətən öldüm gülməkdən. Yüzünə güldüyüm qız bana göz devrincə beni müzətlər. Azərbaycanca belə danışmırsan. Yəni başa düşürsən, Azərbaycanca belə danışmırsan. Mən gülməli videoydu həqiqətən. Çox gülməli videoydu bu da uşaqlar. Bu neydi? Manita'nın son videosu keşfedilib düşdükdən sonra My Type tam bu bənlik sus desi konuşmaq gibi yorumlar gördükdə ən rahat tepkim. Yenə türkcə bir video. Öz dilində danışmayan bir video. Aha. Devam eləyək. Sizcə mən kilisədə dua edib yanlışlıqla amin demiş miyimdir? Amin. Danışması bu an heç kimi hiss etdirir. Neyse, Allah köməyin olsun. Bu video bu qədər. Gələcək videoda görüşmək. Sağ olun.